Qızınız necədir? Qızım yaxşıdır, doktor. Sizin yanınıza gələndən sonra özün yaxşı çox istəyir. Aha. Bir o doktora gəzdirilmiş deyəndə sağ ol. Sizin malcız xeyirlədi mənim qızıma. Əvvəl başqa kimlərə aparmışdınız? Bəli, neçə yer aparmışdı şəhərə. Aha, nə şikayət var idi ki? Ki, əlləri tərləmə olurdu, əsəbləşirdi, yaddaşı yox idi öbürlər. Özün danış görüm. Nə şikayətlərin var idi? Əvvəllər cəmiyyət içində çox həyəcanlanırdım. Əl tərləmələri, ürəyimdə dönmə daha çox idi. Və daha çox əllərim əsirdi. Əllərimin əsməsi mənə daha çox narahat edirdi cəmiyyət içində. Sinif yoldaşlarımdan, müəllimlərimdən bu şikayəti daha çox eşidirdim ki, Aynurə əsirsən. Lövhəyə çıxan kimi və mən incəsənətlə məşğul olduğuma görə mənə daha çox problem yaradırdı. Aha. İndi necədir? İndi daha yaxşıyam, həyəcan səviyyəm aşağı düşdükcə tərləmələrim nisbətən azalıb və titrəmədən də azalma müşahidə olunur. Evdə əsəbləşirdi. Hər şey üçün əsəbləşir, indi yox. İndi yox. Çox sağır. Evdə həyəcanlı olduğunu görürdünüz. Bəli, bəli. İndi mehribandır. Atası da deyir ki, Aynur çox həqiqətən adam istəyir. Mehribanlaşır. Bəli, bəli. Həqiqətən Allah köməyiniz olsun. Hə, sağ olun. Bəxtsiz ki, məhkəmə. Aynurə reseptini ver baxam.